just for a day. I roll out of bed in the morning and throw on what I wanted and go. Drink beer with the guys and chase after girls. I can't get with who I wanted, and I never get confronted for it, 'cause they stick up for me. If I were a boy, I think I could understand how it feels to love a girl. I swear I'd be a better man if I were a boy. I would turn off my phone, tell everyone it's broken, so they think that I was sleeping alone. I put myself first and make the rules as I go. 'Cause I know that she'd be faithful, waiting for me to come home, to come home. If I were a boy, I think I could understand how it feels to love a girl. I swear I'd be a better man. You don't listen to her, 'cause I know how it hurts when you lose the one you wanted, 'cause it's taking you for granted, and everything you had got destroyed. It's a little too late for you to come back. Say it's just a mistake, think I forgive you like that. If you know that I'll wait for you, you're the wrong. If I were a boy, you don't understand. You don't understand. Cəmilə Həşimova. Mən əgər oğlan olsaydım, təxminən mahnıda bunu izah eləyirdi. Mən də ara sıra düşünürəm, mən əgər ustad olsaydım, amma inanın ki, xüsusən də bu mərhələdə heç onların yerində olmaq istəmirəm. Çünki ustadlarımızın da işi çox çətindir. Deyilmi Murad? Elədir ki var, amma mən sizə bir şey deyim, ustad olmaqdan, yəni bu kürsüdə mentor kimi əyləşməkdən də çətin Beyoncé'dən If I Were Boy mahnısını bu səviyyədə oxumaqdır. Mən Cəmilə çox sevinirəm, səmimi deyəcəm, çox xoşbəxtəm bir sənət dostun olaraq, bir həmkarın olaraq. Nə gözəl ki, sən bu layihəyə gəldin və iki qız, iki xanım əl-ələ verdiniz. Hər mərhələdə səhnədə inamlı dayanmağı, mən bilirəm ki, bu mövzuda Röya ümumiyyətlə örnəkdir. Səhnədə inamlı, cəsarətli, güclü durmağı bacaran bir xanım sənətçilərindəndir. Və məhz o inamı, o möhkəmliyi, o qüdrəti biz nəhayət səndə də gördük. Çox sağ ol. Mən istəyirəm ki, bu sənin böyük başlanğıclarının, super, mega şləgerlərinin, maraqlı sənət yolunun başlanğıcı olsun. Mən təşəkkür edirəm. Bu nəğmə özü də özlüyündə bir qadın həmrəyliyi kimi mövzuları qaldırmaqdadır. Mən həmişə səni səhnədə belə inamlı, güclü, möhkəm görmək istəyirəm.
Necə ki bunu illərdir Röya bacarır. Sağ əli sənin başıma. Çok sağ ol Amin. inşallah. Amin. Murat, geçen sefer sadece olarak içimden, sonra yadımdan çıkacak o diyeyim sualımı verim. Geçen sefer demiştin ki senden sənət Bunu göstərim. göstərir, bəli. Keçən səfər şou dolu bir Bəli. nömrə bizə göstərdi. Göstərebildik onu sana. Əlbəttə artıqlamasıyla. Uzaq qohumda axı Beyoncé çəkib göndərəcəm. Eldar, sizi ilk dəfə deyib bu qədər duyğusal görürəm. Eldar. Mahnının yarısını Cəmiləyə baxırdım, yarısını, o biri yarısını da Röyəyə baxırdım. Röyə də öz fikrində nəsə cümlələr. Mən fikirləşirəm ki, sən daha çox fikirləşirdin, seçimin barəsində fikirləşirdin. Çünki həqiqətən çox çətin bir seçimin olacaq. Cəmilə, mən çox şadam ki, sən buradasan. Çok sağ ol. Mən həqiqətən bizim Cəmilə ilə uzun illərdir dostluğumuz var və mən belə dostumla fəxr eləyirəm. Belə istedadlı, yaradıcı dostumla fəxr eləyirəm. Mən çox şadam ki, sən layiq olduğun yerdəsən. Başa düşürsən, sən öz bacarıqlarını, sənətini ancaq belə layihədə göstərə bilərdin. Bəli, Hər tərəfli. bəli. Həm səs baxımından, həm plastika baxımından, həm tamaşaçı ilə iş baxımından mən qürur duyuram. Həqiqətən çox gözəl. Çok sağ ol. İndi isə Zülfiyə xanımın rəyini eşitmək istəyirik. Bütün əlbəttə ki, deyilənlərlə mən razıyam. Cəmilənin ümumiyyətlə biz potensialına, sənətinə artıq çoxdan belədik. Hər birimiz burada oturanlar. Və ona baxmayaraq, Cəmilə bura hazır, peşəkar bir müğənni kimi gəlmişdi. Və bunlara baxmayaraq Cəmilə o cəsarəti özündə tapdı ki, rahat oturmadı da, dedi, tanıyan məni onsuz da tanıyır. Ki, mən müsabiqəyə niyə gedim, bilinmir orada necə olacaq, necə olacaq. Amma Cəmilə, sən bu müsabiqənin özündə nə qədər kəşf olduğunu bəlkə özündə fərqindəsən. Çünki mən səni burada daha çox kəşf elədim. Buna baxmayaraq ki, sənin sənətinə bələd idim bundan öncə. Mən bir səni nə istəyərdim, Röya? Mən arzu eləyirəm ki, sənin öz individual, özünə məxsus, özünün şəxsən sənə yazılmış bir mahnı olsun. Və o mahnını bütün Azərbaycan xalqına təqdim eləyəsən. Çok sağ ol. Öz işin olsun və mən bilirəm ki, onun da öhdəsindən Röya gələcək, bizim Röyamız. Təbrik eləyirəm səni. İnşallah. Murad öz rəyində iştirakçımızın eyni zamanda onun ustadının səhnədəki inamlı duruşuna toxundu. Amma bugün Röyəyə baxırıq, o nə qədər ürkək durub, ürkək dayanıb. Hələ nəzərə alsaq ki, bir ifaçı daha var, onun komandasının daha bir çıxışı var. Onu da eşitmək üçün biz gərək ki, öncə Cəmiləni kulisə yola salaq.